Yenə çox hörmətli hər şey mütəxəssisləri iş başındadır. İndi də yenidən yumurtanı trend eləyiblər. Bugün yumurta diyeti haqqında danışacağıq. Mən başa düşmürəm, biz arıqlamağa çalışırıq, yoxsa orqanizmimizi toyuq fermasına çevirməyə çalışırıq. Yumurta çox gözəl bir məhsuldur. Mükəmməl bir zülal mənbəyi və yağ mənbəyidir. Lakin səhər, günorta, axşam bunu yemək düzgün deyil. Orqanizminizi bununla qıtlıq rejiminə keçməyə məcbur edirsiniz. Siz bu diyetlərlə yağ yandırmırsınız. Bədəninizdəki suyu itirirsiniz və ən pisi əzəllərinizi itirirsiniz. 3 gün səhər, günorta, axşam bunu yeyəndən sonra beyniniz bunun iyisini belə götürə bilməyəcək. Və nəticə nə olacaq? Həm yumurtadan iyrənmiş olacaqsınız, həm də itirdiyiniz şəkillər 3 kiloqramdırsa da 5 kiloqram olaraq, 5 kiloqramdırsa da 7 kiloqram olaraq geri qayıdacaqdır. Buna yo-yo effekti deyirlər. Arıqlamaq üçün özünüzə işgəncə verməyi dayandırın. Sadəcə boş qabınızdakı balansı qurmaqla mükəmməl şəkildə də arıqlaya bilərsiniz. Bu videonu mütləq belə işlərlə məşğul olan bir dostunuza göndərin. Bəlkə orqanizmini toyuq fermasına çevirməkdən əl çəkdi. Sağlamlıq oyuncaq deyil. Bu kimi trendlərin qurbanı olmayın. Əgər ac qalmadan elmi əsaslarla sağlam şəkildə çəkilərinizdən qurtulmaq istəyirsinizsə, bizim arıqlama qrupumuzda iştirak edə bilərsiniz. Biz birlikdə bunu bacara bilərik. Arıqlama qrupu haqqında məlumat üçün mənə yaza bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Gələcək videolarda görüşərik.